Şabran rayonunda yerləşən əkin sahələrinin vaxtında suvarılması üçün Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Şabran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi meliorativ tədbirləri davam edir. İdarə 18.936 hektar suvarılan fiziki sahəyə xidmət edir. İdarə tərəfindən su itkisinin qarşısını almaq və sahələrin vaxtında suvarılmasını təşkil etmək məqsədi ilə idarənin balansında olan torpaq qazan mexanizmlər vasitəsilə suvarma kanallarında 66 kilometr uzunluğunda 114 min kub metr lildən təmizləmə işləri aparılıb. Çay məcralarında 7 kilometr uzunluğunda 36 min kub metr məcra təmizləmə işləri görülmüşdür. Görülən işlərin nəticəsində kanalların su ötürücülük qabiliyyəti artırılır ki, bu da su itkisinin qarşısını alır. Cari ildə rayon ərazisindən keçən magistral kanallar və çaylar da daxil olmaqla ümumilikdə 6 milyon 74 min kub metr su götürərək su istifadəçilərinə verilmiş, 7688 hektar sahədə müxtəlif növ kənd təsərrüfatı bitkiləri suvarılmışdır. Şabran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Şabran rayonunda yaşayış məntəqələrini və əkin sahələrini sel sularından qorumaq üçün mühafizə tədbirləri görülür. Bu məqsədlə ağır texnikalar vasitəsilə çay məcralarında tənzimləmə işləri aparılır. İlin əvvəlindən çay məcralarında 7 kilometr uzunluğunda 36 min kub metr məcra təmizləmə işləri həyata keçirilib. İntensiv yağan yağışlar nəticəsində rayonun Dəvətçay və Şabrançay çaylarında suyun sərfi artmışdır. Hal-hazırda Şabrançay və Dəvətçay çaylarında məcra tənzimləmə işləri görülür. Cari ildə Dövlət Su Ehtiyatları Agentliyinin istismar tədbirlər planına əsasən suvarma suyunun vaxtında və itkisiz su istifadəçilərinə çatdırılması üçün torpaq məcralı kanallar əsaslı təmir olunaraq beton üzlüklə əvəz olunması işləri davam etdiriləcəkdir. Qeyd edək ki, Şabran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi əkin sahələrinin suvarılmasını təmin etməklə bərabər əhalinin içməli suya olan tələbatını da ödəyir. Bu istiqamətdə işlər davam etdirilir.